Salam hörmətli izləyicilər. Bu videoda müəllimlərin tez-tez verdiyi bir sualın cavabını verəcəm. O suallardan biri odur ki, ortogonal proyeksiyanı necə qururuq? Bir də ikiyüzlü bucaq hansı bucağı götürək ki, daha əlverişli olsun? Bu suallara cavab vermək üçün nə edirəm mən? Deməli, bu məsələni həll edəcəm, onun üzərində izah edəcəm. ABCD düz bucaqlısının alfa müstəvisi ilə 60 dərəcə bucaq əmələ gətirir deyir. Bu düz bucaqlının alfa müstəvislərindəki ortogonal proyeksiyası tərəfi altı olan kvadratdır. Düz bucaqlının uzunluğunu soruşur bizdən. Tutalım, hər hansı bir alfa müstəvisidir. Götürdüyü alfa müstəvisi. Bir dənə düz bucaqlı çəkirik. Düz bucaqlı ilə alfa müstəvisi arasında qalan bucaq 60 dərəcəli bucaqdır. Mən düz bucaqlını yer çəkirəm ki, onun bir tərəfi alfa müstəvisi üzərində olsun. Tutalım A, B, C, D. ABCD düz bucaqlısının alfa müstəvislərindəki ortogonal proyeksiyasını necə qururuq? Ortogonal proyeksiyanı qurmaq üçün istənilən həndəsi fiqurun müstəvi üzərindəki ortogonal proyeksiyasını qurmaq üçün həmin həndəsi fiqurun təpə nöqtələrindən müstəviyə, yəni alfa müstəvisinə perpendikulyara endirilir. Və sonra həmin perpendikulyarın oturacağından müstəvi üzərindəki kəsmə nöqtələrdə oturacaqlarını birləşdiririk. Perpendikulyarların oturacaqlarını birləşdiririk. Alınan həndəsi fiqur verilmiş fiqurun ortogonal proyeksiyası olacaq. İndi biz ABCD düz bucaqlısının ortogonal proyeksiyasını necə quraq? Təbii ki, A və D nöqtələri müstəvi üzərində olduğuna görə bu nöqtələrdən perpendikulyar çəkməyəcəyik. Biz digər nöqtələrdən B və C-dən alfa müstəvisinə perpendikulyar çəkirik. Gəlin çəkək. Tutaq ki, B-dən perpendikulyar çəkdim. Müstəvinin kəsdiyi nöqtə, yəni perpendikulyarın oturacağı tutaq ki, olsun M. C-dən də perpendikulyar çəkdim. Müstəvinin kəsdiyi nöqtə, yəni perpendikulyarın oturacağı olsun N. Daha sonra nə etdik? Bu nöqtələri birləşdiririk, oturacaqları birləşdirdik. Alınan bax bu A, M, N, D verilmiş A, B, C, D-nin nə idi? Ortogonal proyeksiyasıdır. Və bizim məsələmizdə deyir ki, həmin proyeksiya, ortogonal proyeksiya tərəfi altı olan kvadratdır. Yəni A, M, N, D ortogonal proyeksiya daxı. Həmin fiqur deyir tərəfi altı olan kvadratdır. Yəni tərəfləri altı olan kvadratdır. İndi deyir ki, düz bucaqlı ilə alfa müstəvisi arasında qalan bucaq 60 dərəcədir. Yəni ikiyüzlü bucaq 60 dərəcədir. Təbii ki, həmin bucaq elə ABCD düz bucaqlısı ilə onun ortogonal proyeksiyasının arasında qalan bucaqla eynidir. Və həmin bucaq hansı bucaqdır? Hər hansı ikiyüzlü bucağı tapmaq üçün ikiyüzlü bucağın tilindən, hər hansı bir nöqtəsindən həmin tildə iki dənə perpendikulyar çəkirik. Biri, təbii ki, müstəvinin üzlərində olan iki dənə perpendikulyar çəkirik. Həmin perpendikulyar arasında qalan bucaq olur nədir? Bizim ikiyüzlü bucağımız, yəni müstəvilər arasında qalan bucaq. Bizim məsələdə isə 60 dərəcəli bucaq hansı bucaqdır? Baxın, axı AD biz niyə götürə bilərik? İkiyüzlü bucağın tilini götürə bilərik. Çünki bizim ikiyüzlü bucağımız bir müstəvi üzü, bir üzü ABCD düz bucaqlısıdır, bir üzü də AMND düz kvadratıdır. Onlar arasında qalan bucaq hansı bucaqdır? Deməli, tutaq ki, AD onların tilidir. D nöqtəsindən mən AD-yə perpendikulyar çəkəcəm. Həmin çəkdiyim perpendikulyar CD-nin üstündə düşəcək. Niyə? Çünki düz bucaqlı olduğuna görə, bax, bura düz bucaq daxı, ona görə də nə olacaq? CD üstündə düşəcək. Digər AD-yə proyeksiyanın, yəni AMND fiqurunda D nöqtəsində perpendikulyar çəksəm, yenə də həmin perpendikulyara düşəcək, DN üzərində düşəcək. Niyə? Çünki yenə dediyim kimi AD DN-ə perpendikulyar olduğuna görə, kvadratdaq ona görə. Onda belə çıxır ki, həmin perpendikulyar arasında qalan bucaq, yəni CD ilə DN arasında qalan bucaq, bizdə müstəvilər arasında qalan bucaq, yəni ikiyüzlü bucaq olacaq 60 dərəcə. Mən bura qeyd edə bilərəm çox rahat şəkildə. Onda bura düz bucaq olduğuna görə bura olacaq 30 dərəcə. 30 dərəcə bucaq qarşılaşdıran tərəf 6 olduğuna görə hipotenuz, yəni CD tərəfi olacaq 12. Bu da bizim düz bucaqlımızın tərəfinin uzunluğu olacaq. Amma mən bir şey də vurğulayayım burada. Bəzən məsələlərdə şəkil çəkməyə ehtiyac qalmır. Necə tapırıq daha rahat? Bax, bu düsturdan istifadə edirik. Kosinus alfa bərabər S proyeksiya bölünsün S fiqurun özü. Yəni, alfa bucağı proyeksiyası ilə, ortogonal proyeksiyası ilə fiqurun özünün arasında qalan ikiyüzlü bucaqdır. Həmin bucağın kosinusu da proyeksiyanın sahəsinin fiqurun sahəsinə olan nisbətində bərabərdir.
Bizdə ikizli bucaq 60 dərəcə olduğuna görə və proyeksiyası da bizdə nədir? Kvadratda axı tərəfi altı olan kvadrat. Onda S proyeksiya nə olacaq? S proyeksiya olacaq nə? 6'nın kvadratı, yəni 36. Alfa bucağı da 60 dərəcə olduğuna görə yazırıq 36 bölünsün S fiqur, yəni ABCD bərabərdir kosinus 60, yəni 2'də 1. Buradan alırıq ki SABCD bərabər 72. Düzbucaqlının sayısı 72'dir. Bir tərəfi də 6 olduğuna görə, eni 6 olduğuna görə uzunluğu da 72 bölünsün 6, 12 olacaq. Mən bu düsturu bilərəkdən xüsusi vurğuladım. Çünki bəzi məsələlərin həllində bu düsturdan istifadə etmək çox önəmlidir.